Ceyhun müəllim, xeyli müddətdir ki, Ramiz Meytiyevlə bağlı məsələ müzakirə olunur. Dövlətin ən yüksək kürsülərindən birində oturan adam dövlətə xəyanətdə ittiham olunur. Sizin bu məsələyə münasibətiniz necədir? Yəni, bəli, uzun müddət o yüksək vəzifədə olubdur. Ona böyük etimad göstərilibdir. Son verilən açıqlamalar onu göstərdi ki, Ramiz Meytiyev vəzifədən getsə də onun müəyyən iddiaları var imiş və müəyyən planları var imiş və dövlət bu planları aşkarlayıb və ona görə həbs oldu və hazırda araşdırma gedir. Bir də mənə çox maraqlıdır. Siz dini komitədə işləyəndə o komitənin işlərinə çoxmu qarışırdı? Bütün kadr təyinatları, kadrların vəzifəyə keçirilməsi, vəzifədən uzaqlaşdırılması, bütün bu proseslər onun bilavasitə iştirakı ilə və nəzarəti ilə həyata keçib. Əslində o vaxt işə qəbul olunan hər kəslə o görüşürdü. O dövrdə mənlə görüşmədi. 5 aydan sonra çətinliklə də olsa mənim artıq sənədlərimi imzaladı. Mən vəzifəyə qəbul olundum. Yəni onu tanıyanlar yaxşı bilir ki, çox zəhmli bir insan idi. Administrasiyanın özündə də yəni onun çox güclü bir zəhmi var idi və çox kəskin bir insan idi və ümumiyyətlə o administrasiyada gəzdiyi vaxt heç kim dəhlizdə ola bilməzdi, heç kim liftə minə bilməzdi, heç kim onun qarşısına çıxa bilməzdi. Bu artıq hamı tərəfindən qəbul edilmiş bir qanun idi.